İnsanların çoxu bugün ailə fikri barəsində danışır. Çalışma ki, sənin yeni ailən olsun. Sən çalış ki, sənin üzərində olan ailən, səndə olan ailəni qorumağa çalışasan. Yəni o ailədəki səadəti, xoşbəxt ailəni əldə edə biləsən. Nəsə eləmək istəyirsənsə ailəyə, çalış ki, o ailənlə öz ailənlə düzəltəsən, aranı islah edəsən ki, sən gözəl bir ev inşa edəsən. Çalış Allaha dua eləyəsən. Çalış ki, bu məsələdə bütün ailəni elə eləyəsən ki, onlar sənə kömək. İnsanlar istəyir ki, onun ailəsi Xədicə radiyallahu anha kimi olsun. Amma bu heç vaxt təkrarlana bilməz. Xədicə radiyallahu anhanın əri kimi idi. Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm. Onun kimi şəxsiyyət heç vaxt gəlməyəcək. Sadəcə biz çalışırıq ki, onlara oxşayaq. Onlar kimi əməl etməyə çalışaq. Yəni bəzən insanlar elə insanlara baxır, deyir ki, mən onun kimi olmalıyam ki, o xoşbəxtçiliyi əldə edeyim. Görür ki, belə yerlərdə misal olaraq videoları görür, kiminsə şəkillərini görür. Deyir ki, mən də o dağlara qalxmalıyam, ora eləməliyəm ki, o səadəti qazanım. Amma sən çalış ki, səadəti kasıbçılıqla olsa belə özündə qazanasan.